Həkimlər iki hissəyə bölünürlər. Biriləri sıradan bir dar ixtisaslı mütəxəssislərdir, hansılar hər hansısa bir xəstəliklə bağlı maksimum dəvədarman, müalicə və ya resept yazırlar. Digərləri isə əsl öz işini sevən peşəkarlardır. Hansılar daim araşdırmalar aparırlar. Və bütün araşdırmalar tez ya gec ona gətirib çıxardır ki, biz bioloji olaraq təbiətin bir parçasıyıq və bizim orqanizmamız, bizim bədənimiz təbiətin bioritmlərinə uyğun çalışır. Yəni onun qayda və qanunlarına tabedir. Yəni qısası xəstəlik sadəcə simptomdur, sadəcə artıq bir nəticədir, hansından mübarizə aparmaq mənasızdır. Onun əksinə olan bir şeyə xidmət eləmək lazımdır. Onun əksi isə sağlamlıqdır. Sağlamlıq isə səndən çox sadə bir şeyləri tələb eləyir. Sadəcə sənə əmanət verilmiş bir bədəninə baxım göstərmək, doğru baxım göstərmək. Bu fiziki aktivlikdir, hərəkətdir. Bu doğru qidalanmadır, doğru pəhrizdir. Bu yuxu rejimidir və əlbəttə su balansıdır, təmiz havadır. Bu qədər sadə, bu qədər bəsit yəni.